İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü həmsöhbətim keyfiyyət və STM üzrə ekspert Anar Məlikovdur. Biz Anar müəllimlə birlikdə müzakirə edəcəyik ki, ümumiyyətlə standartlar biznesi daha çox qoruyur, yoxsa ləngidir? Anar müəllim, elə əvvəlcə ondan da başlayaq. Sizcə hansıdır, ləngidir yoxsa qoruyur? Salam Nərmin xanım, xoş gördük. İzləyicilərimizə salamlayıram. Standartlar həmişə olub. Yəni standartlar baxır hansı tərəfdən baxırıq. Əgər qoruya da bilər, ziyan da vura bilər əslində. Biraz gözləmədiyi cavab edik. Elə bildim, ancaq tərifləyəcəksiniz bugün. Ziyan vurmaq budur ki, yəni özümüzü nə qədər alladırıq məsələsidir. Əgər real biz standartları tətbiq edirsə, həqiqətən ona uğur amili kimi baxırıqsa, təbii ki, bu bizə xeyir verir və fayda verir və bizim işimizi, biznesimizi irəli aparır. Amma sadəcə bir kağız parçası kimi yanaşırıqsa ona, kiminsə belə deyim, hansı bir biznesin başqa bir platformada özümüzü belə deyək, tanıtmaq, göstərmək üçün heç nə eləmədən sadəcə standart var bizdə demək istəyiriksə, o zaman bu müvəqqəti olaraq xeyir verə bilər, amma uzun vədədə ciddi ziyan vurur. Ki, adətən belə olur. Bəli. Niyə? Yəni bu şirkətlərə nə qazandırır sadəcə o sertifikatların olması? Ümumiyyətlə, keyfiyyət və standartlaşma anlayışının tam başa düşülməməsi bunun təməlində dayanır, mən deyərdim. Çünki bizim keyfiyyət anlayışımız belədir ki, standartlar və keyfiyyət anlayışımız belədir ki, bu yalnız keyfiyyət və standartlaşma sahəsində çalışan adamların işidir. Məhsullar üçün lazımdır və məhsul istehsal olunub bitəndən sonra kimsə gəlir, keyfiyyət mütəxəssisi onu yoxlayır və deyir ki, bu yaxşıdır yoxsa pisdir. Amma dünyada bu uğur qazanmış belə deyim markalar, məsələn Yaponiyada ad çəkməyə yəqin ki, reklam olmasın bəlkə də, məsələn Toyota deyə bilərəm ki, məsələn o markalar keyfiyyəti daha çox işin bütün proseslərində, mərhələlərində tətbiq ediblər. Yəni bunu Almaniya modelləri də var, bunun üzərindən demək olar. Yaponiya, Koreya modelləri. Yəni uğur qazanan modellərdə keyfiyyət yan amil kimi yox, əlavə bir şey kimi yox, funksiya kimi yox, işin bütün proseslərində tətbiq olunur. Məsələn, bütün proses deyəndə nələri nəzərdə tutursunuz? Bütün proses odur ki, yəni şirkətin ümumiyyətlə belə deyək, var olma səbəbi, yəni əsas fəaliyyəti onun əməliyyatlarıdır. Yəni şirkət niyə var? Əgər belə deyək, avtomobil istehsal edirsə və yaxud da qida istehsalı, yəni onun əsas yaranma səbəbi nədirsə, bu onun əsas əməliyyat belə deyək səbəbidir, var olmasıdır. Və bir də var əlavə köməkçi proseslərimiz ki, bizim deyək ki, insan resurslarıdır, maliyyə idarə etməsidir, satın alma prosesləridir, kommersiyadır, hüquq və s. və ilə axır ki, əlavə məsələn keyfiyyət və STM ki, bunlar həmin əməliyyatları kənardan belə deyək əhatə eləyir və əməliyyatların uğurlu yerinə yetirilməsinə, yəni gözlənilən nəticələrə çatması üçün fəaliyyətləri yerinə yetirir. Məsələn, bir insan resursları mütəxəssis çalışır ki, əməliyyatların uğurlu yerinə yetirilməsi üçün lazım olan insan resurslarını təmin eləsin. Və həmin insan resursları əməliyyatların tələblərinə cavab verən şəkildə olsun. Yəni, əgər deyək ki, bir mühəndis axtarırıqsa, yəni o mühəndis bizim əməliyyatlarımızın tələbinə uyğun olan bir mühəndis olmalıdır. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Bugünkü həmsöhbətim isə keyfiyyət və STM üzrə ekspert Anar Məlikovdur. Biz Anar müəllimlə birlikdə standartlar biznesə necə təsir edir bu haqda danışırıq və orada qalmışdıq ki, ümumiyyətlə bu standartları kim təyin edir? Standartlar əsasən tarixən də belə olub, yəni sənaye inqilabından sonra sənayeləşmənin nəticəsində də böyük müəssisələr, təşkilatlar göstərdikləri belə deyək, istehsalla bağlı, xidmətlə bağlı özlərinin daxili standartlarını formalaşdırıblar. Yəni buna standart deyiblər, deməyiblər, o ayrı məsələdir, amma müəyyən belə deyək, çərçivə, tələblər, kriteriyalar, meyarlar formalaşdırıblar ki, yəni biz işimizi necə görürük. Sonra ticarət mübadiləsi, yəni beynəlxalq ticarət mübadiləsi və xüsusən son
əsrdə ki, bu qloballaşma ilə bağlı məsələlər aktuallaşdıqca, yəni artıq beynəlxalq ticarətdə siz mal almaq istəyirsiniz. Yəni hansı keyfiyyətə, hansı nəyə cavab verməlidir, hansı tələblərə cavab verməlidir və böyük bu müəssisələrin, korporasiyaların yaratdığı daxili standartlar, yəni istehsal standartları artıq qloballaşaraq beynəlxalq standartlara çevrilir. Bu üçün də standartlaşma qurumları var. Müxtəlif standartlaşma qurumları var dünyada. Həm ölkə səviyyəsində belə deyək, milli standartlar olur, regional standartlar ola bilər və bir də qlobal beynəlxalq standartlar ola bilər. Məsələn, bunlardan biri misal olaraq ISO standartlarını nümunə gətirmək olar ki, məsələn, ISO standartlarında necə işləyir? Onların daxili komitələri var. Hər standartlaşma sahəsi üzrə müəyyən komitələri var, ekspert komitələri olur. Yəni standart belə deyil də, bir nəfər oturdu, gəlin belə bir standart yaradaq, belə bir təbii ki, gözlənti yoxdur. Standart yaranır ehtiyac əsasında və bu ehtiyacları da dediyim kimi sənaye artıq özü müəyyənləşdirir. Sənaye ya tələb qoyur ki, standartlaşma təşkilatına ki, belə bir fəaliyyətlə məşğul olur, belə görünür. Məsələn, indi süni intellekti götürək. Məsələn, süni intellektin də artıq standartları formalaşmağa başlayır. Çünki yeni yaranır və süni intellekt sahəsi artıq Avropa İttifaqında da məsələn onun belə deyək, tənzimləyici qaydaların yaranması, necə istifadə eləmək olar, nə qədər fikir verirsinizsə, son vaxtlarda artıq süni intellektdən əvvəlki qədər sərbəst, pulsuz versiyalarda istifadə eləmək olmur. Müəyyən məhdudiyyətlər gətirilir. Bu artıq həmin o tənzimləmələrin müəyyən standartlaşmaların nəticəsidir. Yəni mümkündür ki, o həmin o sənədlərə bəzi hallarda standart yox, tənzimləyici aktlar deyilsin və yaxud da hansısa bir başqa adlardan deyilsin, amma nəticədə bir standartlaşmadan söhbət gedir, yəni bir tənzimləmədən söhbət gedir orada. Yəni biznes hələ balacadırsa, startap mərhələsindədirsə, kiçik biznesdən danışırıqsa, burada ona ehtiyac yoxdur. Artıq böyüdükdən sonra standartlar lazımdır. Ümumiyyətlə demək olmaz, o asılıdır şirkətin fəaliyyətindən. Yəni şirkət nə edir? Çünki standartlar bir neçə elə deyim, bir neçə formada biz istifadə edirik, bir neçə formada bizə rast gəlir. Məsələn, istehsal standartları var, belə deyək ki, məhsulun istehsalı ilə bağlı. Əgər şirkət hansısa bir məhsulu istehsal edirsə və onu kiməsə satmaq istəyirsə, o hansısa bir tələbə cavab verməlidir. Hansısa bir meyara cavab verməlidir. Məsələn, qida məhsulu olsun və yaxud da sənaye məhsulu olsun, fərq etməz. Yəni bu müəyyən bir tələbə cavab verməlidir və həmin tələbə cavab verməsi üçün də müəyyən qəbul olunmuş, hamının qəbul etdiyi standarta müraciət olunur və həmin standart tətbiq olunur. Burada artıq şirkətin ölçüsü o qədər önəm daşımır. Çünki əsas nəticədə istehsal olunan məhsulun keyfiyyətindən söhbət gedir. Və standart növlərinə görə dəyişir bəzən. Standartlar, məsələn, idarəetmə standartları var, könüllü, belə deyək, əsaslı standartlar var, icbari standartlar var ki, məsələn, tətbiqi məcburidir. Bu şəkildə... Hər bir şirkət üçün məcburidir. Bəli, məsələn, bizdə də hətta bizim akkreditasiya haqqında qanunda da var. Məsələn, uyğunluğun qiymətləndirməsi sahəsində fəaliyyət göstərən və yaxud da laboratoriya sahəsində ölçmə vasitələrinin vəhdəti ilə sahəsində məşğul olan təşkilatlar, məsələn, akkreditasiyadan keçmələri məcburidir. Bu qanunda da müəyyənləşdirilir və qanunda da deyilir ki, müvafiq sahə üzrə hüquqi texniki reqlament və hüquqi aktlarda əgər tələb qoyulursa ki, bu standart məcburidir, artıq təşkilat o fəaliyyəti yerinə yetirirsə standart məcburidir. Məsələn, inspeksiya orqanları, məsələn, kalibrasiya və nəzarət ölçü cihazlarının tənzimləmələrlə məşğul olan laboratoriyalar, sonra müəyyən akkreditasiya sahələri ilə məşğul olan qurumlar var ki, məsələn, onlar üçün müəyyən standartların tətbiqi məcburidir. Amma məsələn, ISO standartları kimi bizim 9001, 45001, 14001 və s. Sahələr üzrə standartlar könüllü əsaslıdır. Amma bunlar da müəyyən tələb çərçivəsində məcburiləşə bilər. Məsələn, əgər hansısa bir halda işin yerinə yetirilməsi üçün müqavilənin şərtləri əsasında, məsələn, belə deyək. İxracı da yəqin daha çox. Bəli, ixrac da ola bilər, müştərinin tələbləri əsasında ola bilər, amma burada təbii ki, subyektiv tələblərə, yəni mən istəyirəm 9001 olsun, belə bir tələb qoyula bilməz. Çünki standart qanun, hüququn könüllü əsaslıdır. Əgər əsas belə deyək, sifarişçi şirkət bu tələbi qoyursa, hansısa bir prosedur və yaxud da subyektiv bir əsas olmalı, daha da obyektiv bir əsas olmalıdır ki, yəni bu müəyyən tələblərə görə biz təhlükəsizliyin daha da yaxşı təmin olunması üçün və yaxud da risklərin səviyyəsinin yüksək olduğunu nəzərə alaraq podratçı təşkilatlardan ISO 45001 standartının tətbiqin məcburi tələb kimi qoyur.
Bu halda o artıq məcburi tələbə çevrilə bilər. Amma yoxsa məsələn bu subyektiv də belə deyə formada qoyula bilməz. Onda bu şirkətin özünə birbaşa heç nə vermir də. Sadəcə satış etmə vaxtı gələndə qarşı tərəf bunu hər hansısa bir səbəbdən tələb edirsə, bu yaxşı olar ki, sertifikatlar olsun. Yəni yanaşmadan asılıdır. Məsələn, idarəetmə standartları baxımından əgər idarəetmə standartları nöqteyi nəzərindən baxsaq, məsələn, istehsal standartları belə deyək, daha çox hardasa istər-istəməz həmin belə deyək formata düşür. Əgər belə deyək biz məhsul istehsal ediriksə və bu tələbdirsə, biz bunu məcbur bu standartı tətbiq edib bunu addım-addım izləməliyik və nəticələri qoymalıyıq ortaya. Amma idarəetmə standartıdırsa, idarəetmə standartı artıq təşkilat özü onu dərk etmədən mümkün deyil. Çünki bu könüllü olduğuna görə, könüllü əsas olduğuna deyək ki, 9001-i götürək. 9001-i çox adam fikirləşir ki, hansısa bir tenderdən keçmək üçün və yaxud da belə deyək, satın alma prosesində bir sertifikat kimi. 9001 nə idi? Keyfiyyət idarəetmə sisteminin tələbləri müəyyənləşdirən standartdır. Yəni istehsalat varsa onun keyfiyyəti. Əslində yox, istehsalatla bağlı deyil, ümumiyyətlə idarəetmə sisteminin keyfiyyətindən söhbət edir. Yəni təşkilat öz fəaliyyətini necə idarə edir? Məsələn, əməliyyatları, proseslərini, ümumi idarəetməsi necə qurub? Yəni bu da nəyə gətirib çıxardır? Əgər bir təşkilat 9001-ə cavab verirsə, misal üçün, artıq onun ticarət mübadiləsi qurduğu beynəlxalq şirkət onu tanımaq üçün verdiyi suallardan biri də odur ki, siz hansı sistem əsasında çalışırsınız? O deyəndə ki, 9001 standartının tələblərinin əsasında çalışırıq və bu da bizim sertifikatımız. O zaman artıq şirkət qəbul olunur beynəlxalq arenada. Yəni o necə idarə edir? Digərlərindən fərqi nədir? Bir öncəki fikrimi biraz daha qüvvətləndirmək üçün belə deyim də, biz məsələn xaricə çıxırıq, əgər Azərbaycan dilində danışırıq, bu bizim öz dilimizdir, öz ana dilimizdir. Amma ingilis dilini biləndə artıq bizim daha çox da insanla ünsiyyət eləmək və daha çox ölkəyə getmək imkanımız yaradır. Ticarətdə də təxminən belədir. Yəni biz öz çərçivəmizdə müəyyən belə də istehsal standartları ilə və öz bildiyimiz kimi idarə eləyə bilərik. Amma beynəlxalq ticarətə qoşulmaq üçün, beynəlxalq ticarət mübadiləsində iştirak etmək üçün və daha yaxşı uğurlu nəticələr əldə etmək üçün bu standartlar bir tələbdir. Yox, bunu anladım. Sadəcə orada müəyyən bir meyarlar var da. Məsələn, siz bu sertifikat olan şirkətlər məsələn idarə etmədə bu üsullardan istifadə etməlidir. Yəqin əməkdaşların hüquqları ilə bağlı nəsə var. Bəli. Standart müəyyən çərçivəni müəyyənləşdirir təşkilat üçün və belə deyim 10 bənddən ibarət olur. Adətən 1, 2, 3 bəndlər ümumi məlumatlardır. 4-cü bənddən başlayaraq, təşkilatın mahiyyətindən başlayaraq bütün əməliyyat prosesləri, daha çox planlama, risklərin idarə olunması, yəni bir növ təşkilatın uğurla idarə oluna bilməsi üçün lazım olacaq bütün tələbləri müəyyənləşdirir. Əslində belə deyək, uzaq görən müdrik şirkətlər olmasa da olar. Əslində elə başa düşürəm. Yox, olmasa olar belə deyim də, əgər ona alternativ yarada biləcək qədər mükəmməl rəhbərliyi olan bir təşkilat varsa, deyərdim ki, hə, yaxşı. Artıq təşkilatın özünün çox yaxşı bir sistemi var. Bu arada ad çəkmək istəmirəm, qlobal şirkətlər var ki, özlərinin sistemləri var ki, çox mükəmməl sistemləri var. Onlara məsələn ISO 9001 o qədər də vacib deyil. Yəni bu yalnız onun üzərinə keçdiyimiz halda ola bilər. Amma bizim heç nəyimiz yoxdursa və biz beynəlxalq ticarət mübadiləsinə girmək istəyirik və yaxud da uğur qazanmaq istəyiriksə, deyək ki, yerli bazar olsun, fərq etmir. Biz hansısa bir çərçivədə özümüzü qurduğumuz biznesi uğurlu idarə edə bilmək üçün müəyyən bir kriteriyalar bilməliyik. Yəni onun üçün də gedib yeni təkər icad etməkdənsə mövcud olan standartların tətbiqi daha faydalı olur. Bəs bu bir PR addımı kimi nə qədər şirkətlər istifadə edir? Çünki bu yaxınlarda bir geyim mağazaların birində yüksək səsləməsi, necə mahnılıq gedir mağazada. Həmin geyim mağazası yüksək səslə gedirdi ki, bizim mağazanın məhsulları ISO nə bilim neçəsə standartlarına cavab verir və s. Yəni mən birinci düşündüm ki, görəsən bu adi müştərilər ümumiyyətlə maraqlıdırmı? Yəni buna xüsusi önəmlidirmi? Niyə bu yüksək səslə səslənir? Və reklam tərəfi üçündür bu? Səhv reklamdır. Əslində belə deyim, yanlış yönləndirilir müştərilər. Çünki 9001 o istehsal olunan, yəni o dükanda bilmirəm nə satırlar, amma o dükanda olan məhsulların, yəni geyim məhsullarının keyfiyyətini əhatə eləmir.
geyim məhsullarının hazırlanması üçün istər parçasının, istər tikiş prosesinin, onun üçün ayrı standartlar var. 9001 həmin markanın və yaxud da ki, dükanın idarə etməsi Yox, ISO 9001 demirdi. ISO neçəsə, indi o dəqiq yadımda deyil, hansısa bənd. Amma niyə o gedir? Əgər adı düzdürsə, o hardasa biz yenə də bir reputasiya göstəricisidir ki, yəni bizim işlərimiz, gördüyümüz işlər və yaxud da istehsal məhsullarımız, xidmətimiz hansısa bir konkret standarta uyğun aparılır. Yəni tanınır demək istəyirlər. Yəni bunu marketinqdə istifadə eləməyin bir ziyanı yoxdur, amma doğru çərçivədə istifadə olunmalıdır. Məsələn, bayaq dediyim kimi 9001-i məhsul standartı kimi göstərməmək şərti ilə. 45001 bir də var. Orada söhbət nədən Bu gedir? əməyin peşə sağlamlığı və əməyin təhlükəsizliyi ilə bağlı tələbləri müəyyənləşdirir. O da yenə idarə etmə standartıdır. Hər iki demək olar ki, dünyanın çox yerində könüllü əsaslıdır, amma bəzi ölkələrdə artıq məcburi tələb kimi də qoyulur. Təhlükəsizlik qaydaları deyiləndə bax, düz yəqin əməkdaşlar əksər şirkətlərdə işə qəbul olanda ilk gün hər şey izah olunur. Buradan düşmək lazımdır, yanğın olsa bu və s. Amma bu sadəcə belə formal xarakter daşıyır sizcə, yoxsa doğrudan da bütün insanlar üçün şirkətlər buna riayət edir qaydalara? Yox, edirlər. Çünki xüsusən də müasir şəhər salmada ki, bu göydələnlər, ofislər, plazalar fəaliyyət göstərir və kifayət qədər təsəvvürlüyün o plazalarda insan yerləşir və ümumiyyətlə bu hələ şəhər mühitində olan iş mühitlərindən söhbət gedir, şəhərdə olan iş mühitlərindən söhbət gedir və bununla yanaşı məsələn təhlükəli mühitlər var, yüksək təhlükə potensiallı mühitlər var ki, zavodlar, sonra neft ayırma zavodları, məsələn və yaxud da və s. və kimya müəssisələri, istehsal müəssisələri ki, burada təhlükələr kifayət qədər yüksək həddədir və bunlar heç də formal xarakter daşımır. Yəni bunlar doğrudan ciddi xarakter daşıyır. Sadəcə bizi onun formallığına siz bəzən itələyən nədir? Bizim küçədə gördüklərimiz. Doğrudan baxanda şirkətlər daha yaxşı təhlükəsizlik nöqteyi nəzərindən idarə olunur. Amma ictimai həyatda bizim məsələn küçədə gördüklərimiz, məsələn ictimai həyatda gördüklərimiz bəzən biz özümüz də dediyim kimi, yəni insanlar ona qaydalar var, amma onları tələb edən, onların yerinə gətirilməsini tələb edən qurumlar və yaxud da tərəflər olmadığına görə çox da yaxşı belə deyim tətbiq olunmur. Məsələn, küçədə təmir işləri görülən zaman və yaxud da ki, avtomobilin idarə etməsi zamanı, müxtəlif evdə müəyyən işləri görən zaman təbii ki, burada müəyyən qədər belə də formallıqlar yaranır. Bilirik, amma etmirik. Çünki risk anlayışımız dəyişir biraz. Məsələ fərdiləşdikcə risk anlayışı biraz dəyişir. Anladıq nə demək istədiyinizi. Ümumiyyətlə, belə bir sertifikata sahib olmaq üçün şirkət nə etməlidir? Tək ISO-dan danışırıqsa. Onun üçün akkreditasiyadan keçmiş sertifikasiya qurumları var, sertifikasiya orqanları. Yəni hər bir qurum ümumiyyətlə standartlaşma təşkilatı standartları yaradan qurumlardır adətən və onlar adətən akkreditasiya ilə məşğul olmurlar və akkreditasiya qurumları ayrıca standartlar çərçivəsində akkreditasiya qurumları olur və akkreditasiya qurumları da müvafiq sahələr üzrə sertifikatlaşma qurumları müəyyənləşdirirlər. Çünki biz burada daha çox bütövlüyü, ingiliscə desə integritini qorumaq məqsədi daşıyır, şəffaflığı qorumaq məqsədi daşıyır ki, yəni standartı yaradan orqan onun satışında maraqlı olmasın və yaxud da akkreditasiya olunmuş orqan sertifikat vermək işində maraqlı olmasın və sertifikasiya orqanları bəli bu fəaliyyəti yerinə yetirir. Yəni hər hansı bir təşkilata əgər məsələn konkret ISO 14001 və yaxud da 45001 və yaxud da 9001 və yaxud da başqa standart üzrə idarə etmə sisteminin qurulması tələbi yaranırsa, könüllü olaraq öz istəyi çərçivəsində də ola bilər və yaxud da hansısa bir şirkət və yaxud da ki, müəyyən bir tələb çərçivəsində də ola bilər. Onlar sistemi hazırlayırlar öncə, standartın tələbi, öncə standart əldə olunur, standartın tələbləri ilə tanış olunur. Şirkətin daxili resursları buna imkan verirsə sistemin qurulmasına, əgər vermirsə kənardan konsultant dəvət olunur ki, onlara kömək eləsin ki, bu sistem qurulsun. Sistem qurulur və ondan sonra sertifikasiya qurumlarına müraciət olunur ki, onlar gəlib sistemi yoxlasınlar, həqiqətən uyğundur, uyğun deyil standartın tələblərini, onu təsdiq etsinlər və onlara ISO 9001 və yaxud da başqa müvafiq sertifikatı təqdim etsinlər. Bu, yəni prosesin belə deyək, normal tərəfidir. Bir də var təbii ki, bizim istəmədiyimiz, arzu olunmaz tərəfi
tərəfləri ki, burada bəzi etaplar, elementlər artıq belə deyim, qısa yoldan gedilir ki, daha nəticə etibarilə bizim divarda bir sertifikatımız olsun ki, bizim müştəriyə göstərək ki, bizim 9001 sertifikatımız var. Amma reallıqda 9000 tələblərinə şirkət cavab vermir. Çünki artıq yəni bir sistem mövcud deyil. Anar müəllim, bəs nə baş verdi ki, siz keyfiyyət haqqında kitab yazmaq qərarına gəldiniz? Keyfiyyət haqqında əslində belə biraz çox böyük səsləndi. Bu biraz da dərslik boşluqlarımızdan yarandı. Açığı mən illərdir universitetlərimizlə əməkdaşlıq edirəm. Həm əmək mühafizəsi, yəni sətəm sahəsində, həm də keyfiyyət sahəsində və eyni zamanda Beynəlxalq IOSH İnstitutunun və Beynəlxalq Keyfiyyət İnstitutunun üzvüyəm. Və elə orada bizim araşdırmalarımız da göstərir ki, Azərbaycanda sətəmlə bağlı müəyyən fakültələr, müəyyən sahələr var, amma keyfiyyətlə bağlı heç bir çox azdır. Yəni bu tək Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada belədir. Yəni keyfiyyət sahəsi ayrıca çox az tədris olunur. Və burada da Yaponiya konsepti əsasən götürülərək biz analiz eləyəndə bir araşdırma, mən hal-hazırda indi keyfiyyət sahəsi ilə bağlı araşdırma aparıram və orada rast gəldiyim məsələlərdən biri də bu oldu ki, keyfiyyət sahəsində kifayət qədər boşluqlar var və belə deyim, terminoloji anlaşılmamazlıqlar var, konseptual düzgün anlaşılmır keyfiyyət sahəsi. Hamı fikirləşir ki, bu keyfiyyətli, bu konkret məhsula aiddir və yaxud da onu belə deyim, biznes mükəmməlliyi kimi görə bilmirlər. Ona görə də biz keyfiyyətin daha yaxşı, belə deyim, təməldən başa düşülməsi üçün, anlaşılması üçün artıq təşkilatlarda kim nə bilirsə bilir. Artıq bizim, belə deyək, gənc nəsillər gəlir və onların bu sahədə, çünki istənilən bugün müasir tələblərə cavab verən hansı bir müəssisə təşkilata getsək, standartlar, keyfiyyət, sətən bu dəqiqə ən aktual tələblərdən hesab olunur. Yəni bunu bilmədən bir təşkilatda gedib rahat işləmək o qədər də belə deyim asan hesab olunmur. Yəni ona görə də bu tələb araşdırma nəticəsində bu tələb ortaya bu ehtiyacı hiss elədim və universitetlərlə danışandan sonra gördüm ki, doğrudan da onlar özləri də bunu bilirlərmiş, amma həlli yollarını tapa bilmirlərmiş. Mən də artıq oradan yola çıxaraq proqramı təyin elədik, syllabus hazırlandı ki, biz hansı istiqamətdə, hansı səviyyədə dərslik hazırlayacağıq. Və bu məsələn hansı fakültələrdə tədris olunur? Məsələn keyfiyyətlə bağlı dərslər. Əslində bütün fakültələrdə belə proqramdan öncə də qeyd etdiyimiz kimi bütün sahənin keyfiyyət aspekti var. Yəni istər tədrisin olsun, istər mühəndisliyin olsun, istər Onlar hər biri fərqli yanaşmalar yoxdur. Fərqli yanaşmalar nəticədə hamısı hər bir sahənin özünün müəyyən belə deyək də meyarları, kriteriyaları var. Yəni proses olaraq müəyyən bir yanaşma özündə əks elətdirir, ehtiva eləyir. Yəni ona görə hər bir sahədə işləyən adam nəticədə gedib təşkilatda müəyyən bir prosesə cəlb olunur. Deyək maliyyətçidir, deyək insan resurslarıdır, deyək mühəndisdir və yaxud da başqa bir sahədir. Axı bütün bu sahələr, ixtisaslar bir təşkilata yığılanda hərəsi bir müəyyən çarxı döndürür. Yəni o saat misalına gəlsək, mən orada da qeyd eləmişəm. Yəni saat irəli də gedəndə səhvdir, geri də qalanda səhvdir. Yəni ona görə hər bir mütəxəssis çalışmalıdır ki, idarə etdiyi proses digər prosesə nə qədər fayda verir və yaxud da nə qədər ziyan verir, onu başa düşsün. Bu da keyfiyyət anlayışıdır. Yəni işi, biznesi, HR-ı yaxşı bilmək olar, insan resurslarını əla bilmək olar. Amma mənim gördüyüm insan resursları biznesin tələblərini nə qədər qarşılayır və yaxud da nə qədər geridə qalır və yaxud da nə qədər irəli gedir. İrəli gedirsə mən vaxt itirirəm. Çünki şirkət hələ hazır deyil mənim bildiklərimi yerinə yetirməyə. Əgər geri qalıramsa, demək odur ki, mən prosesləri yavaşıdıram, ləngidirəm. Yəni ona görə hər bir sahənin özünün keyfiyyət anlayışı, proses anlayışı olsa ki, bu yaxşıdır. Məsələn, satın alma sahəsi götürək. Mütəxəssislər məhsulları alır. Həmin məhsullar harda istifadə olunacaq? Yəni onun istehsalda nəticə etibarilə məhsulun və xidmətin keyfiyyətinə təsiri nədən ibarətdir? Fikir versə, əgər burada satın alma prosesi olsa da, alınan məhsul tələbə nə qədər cavab verir, satın alma mütəxəssisi onun keyfiyyət aspektlərini, onun təhlükəsizlik aspektlərini bilməlidir. Yəni ona görə demirəm, işi satın alma kənara qoyub keyfiyyət onu əvəz edir, xeyr, amma satın alma özü keyfiyyətli görülür.
ki, nəticə etibarilə istehsal olunan məhsul və yaxud da xidmət keyfiyyətli alınsın. Sadəcə çox abstrakt bir anlayışdır keyfiyyət və onu normalara salmaq, məsələn sizin dediyiniz kimi hər bir proses öz-özündə ona nəzarət etmək. Biz keyfiyyət sözünü kənara qoysaq, əslində keyfiyyət araşdırmada da əsas belə deyim də mübahisələndirdiyim mövzu budur. Keyfiyyətə mane olan elə keyfiyyət kəlməsinin özüdür. Keyfiyyət özü-özünə çünki keyfiyyət əslində bir sifətdir, bir şeyin necəliyini göstərir. Yəni hansısa bir işin necə görüldüyün, hansısa bir qanuna uyğunluq çərçivəsində görüldüyünü görür. Yəni hər kəs öz işini əslində mükəmməl görsə, öz meyarlarını bilsə və ona uyğun görsə və digərlərin bu da mümkün deyil. Digərlərini də nəzərə alsa, nəticədə ortaya bir mükəmməl bir biznes çıxmış olar. Amma mükəmməl bir biznes necə ola bilər? Mükəmməl 100% keyfiyyət yoxdur təbii ki. Bu bizim ona görə də keyfiyyət daimi inkişafdan, daimi təkmilləşdirmədən ibarətdir. Yəni bu gün olduğumuz kimi qalmayaq da belə deyim. Onunla razıyam. Bəli, və ən azından bildiyimiz səhvlərimizi düzəldək. Düzdür. Yəni burada etməsək cəzalanacağıq deyə bir şey yoxdur əslində, amma nəticədə uğur almaq istəyiriksə, belə deyə də özümüzü kör döngədə döndərə bilmərik ki, məsələn, bizdən nəsə alınmadı. Yəni alınmadısa onun bir səbəbləri var. Yəni ən azından biz bilinən səbəbləri, görünən səbəbləri müəyyənləşdirib onların kökünə enəndə yenə gəlib keyfiyyətə çıxırıq ki, idarə etmə düz deyil, burada bir səhv eləmişik, burada bunu planlaşdırmamışıq və nəticə etibarilə gəlib biznesimizin uğuru keyfiyyətə bağlanır. Razıyam. Bir də bir cümlədə istifadə elədiniz ki, bəzən əməkdaşların hətta çox irəli gedəndə belə şirkətə faydası olmur. Əgər onun biliyi və bacarığı daha artıqdırsa, şirkət indi bunu mənimsəməyə, ondan istifadə etməyə hazır deyilsə, bu da ziyandır. Burada ziyan daha çox yəqin əməkdaşın özünə olur da, düzdür? Yox, əslində şirkət etirir burada. Burada bir Yapon yanaşması var. Lean management deyilir adına. Biraz ağır mövzudur. Keçmək istəmirəm, amma biz hazırıq eşitməyə. Buyurun. Qısa olaraq belə bu qədər ki, yəni ağır nə mənada keyfiyyət bu sahədə olan adamlar üçün ağır deyil. Ola bilər ki, ümumi dinləyici baxımından deyirəm. Orada 8 belə deyək, israf növü müəyyənləşdirir. Yaponlar düşünür ki, israfları azaltsaq, yəni hərçənd israf bizə aid olan bir şeydir də, belə deyim, coğrafiya olaraq götürsək, israf biz daha çox qeydində qalır. Amma Yaponlar israfı azaltmaqla biznesi daha yaxşı təkmil vəziyyətə gətirəcəkləri, mükəmməl vəziyyətə gətirəcəklərini düşünürlər və bacarıblar da onu nəticə etibarilə. O israflardan biri də insan resurslarının düzgün istifadə olunmamasıdır. Artıq və yaxud da əksi istifadə olunması. Və yaxud da bir iş yerində artıq hərəkətlər. Yəni bir işin dalıyca gedirik. Məsələn, sadə bir misal götürürəm evdə. Gedirik mətbəxə çay gətirməyə. Stəkanımız hələ də öz stolumuzun üstünə. Gedirik mətbəxdə yadımıza düşür ki, stəkandan ötürü qayıtmaq lazımdır. Bax, həmin o məsafədə gedib gəldiyimiz o artıq hərəkət sayılır. Extra motion olaraq qəbul olunur və o enerji itkisidir şirkət üçün. Şirkət işini elə tənzimləməlidir ki, artıq nə qədər elə işçi var? İstehsal proseslər. Bugün gördüyümüz mükəmməl markaların çoxu, istifadə etdiyimiz markaların çoxu, ad bu dəfə çəkməyəcəm, həmin qaydalara əməl edərək mükəmməl ola biliblər. Yəni Yapon olsun, Alman markaları olsun, elə avtomobil sahəsində götürə bilərik, mobil, yəni kompüter, telefon və s. belə deyim, məhsullardan da görə bilirik ki, onu. Yəni həmin israfların qarşısı alınmaqla biz istehsal prosesi təkmilləşir. Bu 8 dənədən biridir sadəcə. Digərləri yadınızdadır. Resurslar, insan resurslarına bəli 8 dənədən biri insan resurslarıdır. İkincisini qeyd etdiyim artıq hərəkət, extra motion, artıq hərəkətləri, artıq istehsal. Məsələn, istehsal deyib yığırıq ambara ki, nə vaxtsa satacağıq. Sonra tələb dəyişir, baxırıq ki, mal məhsul əlimizdə qaldı, yəni sata bilmədik onu, ambarda qaldı. Və bu da artıq yer itkisinə, artıq ambar nəzarətinə, yəni onlar hamısı bir-biri ilə bağlıdır. Məsələn, logistika xərcləri, logistikanın idarə olunması, o da bir, belə deyim, israflardan biri hesab olunur. Məsələn, planlamada olan problemlər. Yəni, ümumilikdə götürəndə əvvəl 6-7, sonra axır son olaraq 8 qəbul olunub və 8-ci elə ekstra, dediyim kimi, insan faktorudur oradakı. Yəni, resursların düzgün qiymətləndirilməməsi. Bu, əslində, ayrı bir mövzudur. Yəni, yaxşı belə deyək də, legioner bir mütəxəssisi gətirib, yerli bir hansısa bir şirkətdə biz boğuruqsa, belə deyək, ona istədiyi məsafəni verə deyək də, bahalı bir sürət avtomobil
avtomobilin gətirib rayon yolunda sürməyə bənzəyir. İstifadə eləməyə bənzəyir. İstənilən sürəti ala bilmir, istənilən komfortu verə bilmir. Çünki yer ona uyğun, yəni belə deyim, onu öz boşqabında deyil. Bəli, öz boşqabında deyil. Bəs həmin əməkdaşa bax, indi ola bilər kimsə bizə qulaq asır, məndən danışırlar. Bax, mən o şirkət üçün çox artıq dərəcədə bilik və bacarığım var, amma istifadə edə bilmirlər, buna hazır deyirlər. Həmin insana sonda nə tövsiyə edirsiniz? Bilirsiniz, mən sosial şəbəkələrdə də bəzən rast gəlir. Bəzi belə deyim, ironik postlar çıxır qarşımıza. Məsələn, o pianist misalı var. Deyir ki, tanınmış bir pianist metronun qarşısında konsert verir və çox az bir məbləğdə pul qazanır da, belə deyim, 20-30 dollar. 2 gün sonra böyük bir sarayda bir neçə milyonluq konsert verir. Yəni, bəzən mütəxəssisin harda olması çox vacibdir ki, öz yerində olması çox vacibdir ki, o istədiyi effekti, nəticəni ortaya qoya bilsin. Yəni, bəzi mütəxəssislər bununla razılaşsa belə də, mən bəlkə də onlarla, yüzlərlə tanıyıram belə mütəxəssislər ki, yəni, razılaşıb oturublar, işləyirlər. Amma baxırsan ki, bu iki tərəfə həm təşkilatı üçün, belə deyim, mənfi göstəricidir. Yəni, kənardan baxanda, yəni o boyda mütəxəssisdən alınan nəticə olmamalıdır. Baxırsan ki, peşəkar qiymətləndirmədə görsənir ki, burada nəsə düz getmir. Təbii ki, mütəxəssisin özü üçün də mütəxəssis orada belə deyək də donur qalır və inkişaf edə bilmir. Çünki bildiklərini yerinə yetirmək üçün imkan yaranmır, nəinki yeniliklər düşünsün. Məncə çox yaxşı fikirlərdir. Elə bunlarla da sağollaşmaq olar. Təşəkkür edirəm gəldiyinizə görə. Siz sağ olun. Bugün biz standartlar biznesi qoruyur, yoxsa ləngidir? Daha çox bu haqda danışırdıq. Həm söhbətimizə keyfiyyət və səthəm üzrə ekspert Anar Məlikov oldu.